Deməli, əvvəla biz bilməliyik ki, linzalar nədir? Linzalar sferik sədlərlə düdlanmış şəffaf cisimlər linza adlanır. Məsəl üçün, eynək taxan insanların eynəyi linzadan hazırlanır. Bu bir nümunədir, əyani vəsaitdir. Bəzən də bəzək üçün linza taxırlar gözə, bəzən də gözümüz görmədiyi üçün, zəif gördüyü üçün linza taxırıq gözümüzə. Linzalar iki yerə ayrılır. Bir, qabarıq linzalar, iki, çökük linzalar. Qabarıq linzalara toplayıcı linza deyirik, toplayıcı linza. Çökük linzalara isə səpici linza deyirik. Toplayıcı linza və səpici linza. Ortası kənarlarına nisbətən qalın olan linzaya qabarıq linzalar deyirlər. Ortası kənarlarından qalın olan linzaya qabarıq linza deyirlər. Həmin qabarıq linzaya da yenə də deyirəm, toplayıcı linza deyilir. Qabarıq linzanın da 3 növü var. Birinciyə deyirlər hər iki tərəfi qabarıq linza. Görürsünüz ki, hər iki tərəfdən qabarıqdır. İkinciyə deyirlər müstəvi qabarıq, bir tərəfi müstəvidir. Bir tərəfi qabarıqdır. Üçüncüyə deyirlər çökük qabarıq linza. Və bu da, buradakı şəkildə toplayıcı linzanın şərti işarəsidir. Qabarıq linzanın və ya toplayıcı linzanın şərti işarəsidir. Ortası kənarlarına nisbətən nəzik olan linzalar isə çökük linzalardır. Yəni, çökük linzalar isə, belə deyək, səpici linzadır. Səpici linzanın da 3 növü var. Bax, buna deyirlər hər iki tərəfi çökük linza. Buna deyirlər müstəvi çökük. Buna deyirlər müstəvi çökük. Buna da deyirlər qabarıq çökük və ya çökük linza. Çökük yox, burada olmalıydı qabarıq çökük linza. Çünki bunun bir tərəfi qabarıqdır. Qabarıq çökük linza. Hə. Bundan bu üçüncü ilə buradakı üçüncünü necə ayıracaqsınız? Bax, bu qabarıq linzada bu tərəf itidir. Yəni tam aypara formasındadır. Bu toplayıcı linza olur. Burada isə gördüyünüz kimi bir tərəfi tam da iti deyil. Bax, bu tərəfi biraz qabarıq formada olur. Ona görə də bu səpici linzadır. Burada da səpici linzanın şərti işarəsi budur. Bu da səpici linzanın şərti işarəsidir. Aha, indi linzanın düz ortasından keçən düz xəttə baş optik ox deyirlər. Bax, buradakı çoxlu burada e, təriflər var. Ona görə onları istəmirəm sizə deyim. Qısa və konkret deyirəm ki, bax, bu linzadır, bax, bu linzadır. Bax, bu linzanın düz ortasından keçən düz xəttə deyirlər baş optik ox. Bax, baş optik ox deyirlər. Hə, indi biz danışacağıq toplayıcı linzada xəyalın qurulmasından. Toplayıcı linzada xəyalın qurulmasından danışacağım. Kitabla hələlik biz işimizi saxlayaq və toplayıcı linzada xəyalın qurulmasından danışaq. Toplayıcı linzada xəyalı qurmaq üçün 3 şərt lazımdır şagirdlər. Təkrar eləyirəm. Toplayıcı linzada xəyal qurmaq üçün 3 dənə şərt lazımdır və mən bu şərtləri sizə bir-bir deyirəm. Deməli, əvvəl biz linzanın fokus məsafəsindən danışmalıyıq. Linzanın fokus məsafəsi nəyə deyilir? Burada qeyd olunmayıb birbaşa fokus məsafəsindən danışılıb. Yaxşı olardı ki, burada başlayaq, burada qeyd eləyək. Deməli, nədir fokus məsafəsi? Toplayıcı linza üzərinə, bax, burada gördüyünüz kimi paralel şüalar gəlir. Toplayıcı linza üzərinə düşən paralel şüaların linzadan sındıqdan sonra bir nöqtədə kəsişirlər. Linzadan sındıqdan sonra bir nöqtədə kəsişirlər. Həmin o kəsişdikləri nöqtəyə
Toplayıcı linzanın fokus nöqtəsi deyirlər. Toplayıcı linzanın nəyi deyirlər? Fokus nöqtəsi deyirlər və F hərfinə işarə olunur. Bu toplayıcı linzanın mərkəzindən həmin o fokus nöqtəsinə qədər olan məsafəyə isə, məsələn bu OF məsafəsinə isə fokus məsafəsi deyirlər. Fokus məsafəsi deyirlər və F ilə işarə olunur. Bax, deməli fokus məsafəsini bildik və bir daha buradan izah edeyim sizə. Bax, bu toplayıcı linzadır deyək. Toplayıcı linzadır. Yəqin ki, ekranı görürsünüz. Bu da baş optik oxdur. Tərif belədir. Baş optik oxa paralel gələn şüalar linzadan sındıqdan sonra kəsişdikləri nöqtəyə fokus nöqtəsi deyirlər. Və linzanın mərkəzindən həmin nöqtəyə qədər olan məsafəyə isə, yəni OF məsafəsinə isə fokus məsafəsi deyirlər. Fokus məsafəsi deyirlər. Bax, bu toplayıcı linzanın özündədir. Şərti işarəsində də bu xəyalı qura bilərik. Toplayıcı linzanın, bax, bu şərti işarəsidir. Tutaq ki, bura F-dir, bura 2F-dir. Və burada yenə F-dir, burada 2F-dir. Paralel şüalar gələcək buradan. Paralel şüalar gələcək. Və linzadan baş optik oxu çəkim. Linzadan sındıqdan sonra hökmən F nöqtəsindən keçəcək. Burada da paralel şüalar gələcək. Linzadan sındıqdan sonra hökmən F nöqtəsindən keçəcək. Bax, bu həmin o nöqtəyə deyirlər fokus nöqtəsi. Güman eləyirəm ki, fokus nöqtəsinin nə olduğunu izah edə bildim. Fokus nöqtəsi və o linzanın mərkəzindən o nöqtəyə qədər olan məsafəyə fokus məsafəsi deyirlər və fokus məsafəsi, dəyərli dostlar, F hərfi ilə işarə olunur. Fokus məsafəsi F hərfi ilə işarə olunur. Vahidi 1 metrdir. Və toplayıcı linza üçün fokus məsafəsi 1-dən böyükdür. Üzr istəyirəm, 0-dan böyükdür. Səpəci linza üçün isə 0-dan kiçikdir. Bu barədə sonra danışacağım. Fokus məsafəsi metrdirsə, vahidi deməli xəttkeşlə ölçülür. Xəttkeşlə ölçüləcək. Fokus məsafəsini biləndən sonra biz linzada xəyal qura bilərik. Linzada xəyal qurmaq üçün 3 şərt lazımdır. Bu 3 şərtlərdən mən sizə deyəcəm ki, nətərdir? 3 şərt hansılardır? Toplayıcı linzada xəyal qurmanın 3 şərti. Buraları siləyim. Əgər silə bilsək. Bunu silə bilmirik. Buradan deyək, eybi yoxdur. Deməli, toplayıcı linzada xəyal qurmanın 3 şərti var. Hansılardır? Birinci şərt. Birinci şərt. Baba, bu toplayıcı linzadır. Bu da baş optik oxdur. Burada da F-ləri qeyd eləyirəm. F-ləri qeyd etdik. Birinci şərt ondan ibarətdir ki, paralel gələn şüalar linzadan sındıqdan sonra F-dən keçməlidir. Bax, buna deyirlər birinci şərt. Linzada xəyal qurmanın birinci şərti. İkinci şərti buradan deyirəm. İkinci şərt, bax, yenə bu toplayıcı linzadır. Bu da baş optik oxdur. Burada da yenə F. Burada olacaq nə? Yenə F olacaq. Bura olacaq 2F. Burada olacaq 2F. Bura optik mərkəzdir. Linza ilə baş optik oxun kəsişmə nöqtəsinə optik mərkəz deyirlər. Optik mərkəz üzrə düşən şüa istiqamətini dəyişmədən keçməlidir. Optik mərkəzdə düşən şüa istiqamətini dəyişmədən keçməlidir. Hökmən və hökmən. Və nəhayət, üçüncü qayda. Toplayıcı linzada xəyalın qurmağının üçüncü qaydası. Üçüncü qayda çox məntiqli qaydadır. Belə ki, əgər paralel gələn F-dən keçirsə, belə bir qayda var ki, F-dən gəlib linza üzərinə düşən şüa baş optik oxa paralel qalacaq.
F'dən gəlib baş optik oxa düşən şua e, e, baş optik oxa paralel qalacaq. Baxın dəyərli şagirdlər, bu üç şərti bilsəniz, sizli, bizli linzada xəyal qurmağı çox asanlıqla qura bilərik. Çox hədsiz dərəcədə asan qura bilərik. Bu şərtdən ilk ikisi kafidir ki, biz toplayıcı linzada xəyal qura bilək. Deməli, ilk ikisi kafidir ki, biz toplayıcı linzada xəyal qura bilək. Onlar hansılardır? Belə ki, birinci şua paralel gələn F-dən keçməlidir. 2. Optik mərkəzdən keçən şua isə paralel qalmalıdır. Toplayıcı linzada 6 dənə xəyal alınır. 6 xəyal alınır. Bu 6 xəyaldan biri möfumi, yerdə qalan 5 dənəsi isə həqiqidir. Həqiqi nədir? Möfumi nədir? Mən sizə izah eləyirəm. Əgər şuaların, kəsişən şuaların özlərinin kəsişdiyi nöqtədə xəyal alınırsa, buna həqiqi xəyal deyirlər. Şuaların uzantılarında xəyal alınırsa, şuaların uzantıları, şuaların uzantılarında, yəni bu şuanın uzantısını mütləq bilməlisiniz. Məsələn, bu şuadır, bunun uzantısı budur. Məsələn, bu şuadır, bunun uzantısı budur. Şuaların uzantısında, qırıntılarında xəyal alınırsa, bu cür xəyal möfumidir. Və bunu biləsiniz. Və bunu mütləq bilin ki, toplayıcı linzada 6 xəyal alınır və 6 xəyalın 5-i həqiqi, biri möfumidir. Bir-bir o xəyalları sizə çəkib göstərəcəm. Bir qədər səbirli olun. Sizin ən böyük avantajınız dama-dama dəftərinizin olmağıdır. Dama-dama dəftərdə siz mən çəkdiyim kimi, mən videonu YouTube-a da qoyacağam, sizə atacağım. Bir videonu pauza eləyib mən çəkdiyim kimi sizdən çox rica eləyirəm, artıq dərəcədə rica eləyirəm ki, siz də çəkin bunu. Mütləq şəkildə nə eləyin, çəkin. Başlayırıq. Birinci qayda. E, Birinci normal şərtlərdən başlayaq. Əvvəlcə biz linza çəkək. Burada indi ekranda görəcəksiniz. Deməli, biz əvvəl linzanı çəkməliyik. Linzanı hansı rəngdə çəkək? Yaşıl rəngdə çəkək linzanı. Bax, bu gördüyünüz linzadır, dəyərli şagirdlər. Və baş optik oxu da çəkəyim buradan. Bu da baş optik oxdur. Gördüyünüz kimi baş optik ox. Və bizim 2 damadan bir, siz də elə eləyin dəftərinizdə. 2 damadan bir F götürün. 2 damadan bir F götürün ki, yaza biləsiniz. Bax, mən buranı F götürürəm. Burada F olur. Burada 2F olur. Burada 2F olur. Onda bura avtomatik 3F olur. Burada 3F olur. İndi biz cismimizi qoymuşuq. Deyək ki, 2F-dən arxada. 2,5 F-də qoymuşuq, tutaq ki, cismi. Bax, bu bizim cismimizdir. Qoymuşuq 2,5 F-də, bax, burada. Bunu biz biraz da qalın eləyə bilərik. Aha. Hal-hazırda cisim bu boydadır. Xəyalın qurmamışdan əvvəl sizə bir neçə kəmiyyət haqqında deyim. Bax, burada cisim var şagirdlər, görürsünüz. Bu da linzadır, toplayıcı linzadır. Cisimdən, baxın dəyərli şagirdlər, cisimdən toplayıcı linzaya qədər olan məsafəyə cisim məsafəsi deyirlər. Baxın, göy xətlə göstərmişəm. Deməli, cisimdən toplayıcı linzaya qədər olan məsafəyə cisim məsafəsi deyirlər və D ilə işarə olunur. D burada cisim məsafəsidir şagirdlər. Cisim məsafəsi. Aha, bunu biləndən sonra işimiz görə bilərik.
Deməli, hal-hazırda cisim məsafəsi 2F-dən böyükdür. Yəni 2F-dən arxadadır deyirlər. İndi bu cismin, gördü, bu cismin hündürlüyü nə qədərdir? Kiçik h-la qeyd etsək 3 damadır. 3 yazaq buna. 3'dür deyək ki. İndi bu cismin xəyalını qurmaq istəyirik. Necə xəyal quracağıq? Deməli, burada yazdığımız qaydalardan istifadə edəcəyik. Burada demişdik ki, linzada xəyal qurmanın 3 qaydası var. Paralel gələn F-dən keçir, F-dən gələn paralel optik mərkəzdən keçən istiqamətini dəyişmədən keçir. Bu iki qaydanı bilərək biz xəyal qurmağı başlayaq. Birinci, bax buradan siz bax xahiş edirəm bu cümlələrini çox ciddiyə alın və diqqətlə evdə mən nə deyirəmsə onları eləyin. Birinci qayda, paralel şua göndəririk. Deməli, toplayıcı linza üzərinə paralel işıq dəstələri göndərək. Göndərdik. Bu paralel işıq dəstələri sındıqdan sonra hardan keçməlidir? Hökmən və hökmən F-dən keçməlidir. Baxın, keçirtdik. Digər vəziyyətdə isə optik mərkəzdən şua göndərməliyik. Optik mərkəzdən biz işıq şuası göndərdik. Baxın bu şəkildə. Aha, indi siz baxın görün, bu cismin xəyalı harda alındı və necə alındı? Bax, bu cismin xəyalı F ilə 2F arasında alındı və tərsinə çevrilmiş alındı. Yəqin ki, görürsünüz. Tərsinə çevrilmiş alındı və 2F ilə F arasında alındı və fikir verin, hündürlüyü az oldu. Bu xəyalın hündürlüyü az oldu dəyərli şagirdlər. Yəni, xəyalın hündürlüyünə böyük H desək, o da oldu 2 dama. Baxın, dəyərli dostlar, deməli, biz cisimi 2F-dən arxada qoyduqda, onda onun xəyalı harda alındı? F ilə 2F arasında. Linzadan həmin o xəyala qədər, bax, buraya yazıram xəyal. Xəyal. Linzadan xəyala qədər olan məsafə adlanır linzanın xəyal məsafəsi adlanır. Bax, təkrar eləyirəm. Linzadan xəyala qədər olan məsafə adlanır xəyal məsafəsi. Və xəyal məsafəsini də kiçik F-lə işarə eləyək. Bax, burada da xəyal məsafəsi olmuş oldu. Bax, bu da kiçik F oldu, xəyal məsafəsi. Xəyal məsafəsi. Gördüyünüz kimi cismi biz F-dən arxada qoyduqda xəyal alındı harda? F ilə 2F arasında alındı. Necə xəyal alındı? Baxın şagirdlər, baxaq, yazaq. Tərsinə alındı, tərsinə çevrilmiş, kiçildilmiş və həqiqi xəyal alındı. Həqiqi xəyal alındı. Kiçildilmiş, həqiqi xəyal alındı. Həqiqi niyə görə dedik? Çünki şüaların özlərinin kəsişməsində xəyal alındı. Çünki şüaların özlərində xəyal alındı. Qırıq-qırıq xətt burada yoxdur. Şüaların özlərində xəyal alındı. Ona görə bu cür xəyala deyirik həqiqi xəyal. Kiçildilmiş nəyə görə kiçildilmiş deyirik? Çünki biz baxsaq görərik ki, bu cisim bu boydadır. Bu cisim bu boydadır. Onun xəyalı isə bu boydadır, balacadır yəni. Bu cisim o birisi cismə nəzərən kiçikdir, kiçildilmiş xəyal alındı. Bax, fotoaparatda bu cür xəyal alınır, dəyərli dostlar. Deməli, fotoaparatda kiçildilmiş həqiqi xəyal alınır. Fotoaparatın plyonkasında bu cür xəyal alınır, kiçildilmiş həqiqi. İndi bu bir dənə nümunə göstərdik xəyal qurmağa aid. Sizdən xahişim ondan ibarətdir ki, burada izah etdiklərimdən hər hansı bir hissəni anlamadıysınız, onu mənə mütləq deyin, xahiş eləyirəm. Buyurun. Nəsə anlaşılmayan bir yer varsa, böyük məmnuniyyətlə sizi dinləyirəm. Səs yoxdur. Aydındır. Bir sual vermək istəyirəm. Biz həmişə 2F-dən yəni uzaqda digər tərəfdə çəksək
biz bu cismi. Bu həmişə F ilə 2F arasında düşəcək bu xəyalı. Bəli, bəli. İndi biz 6 dənə xəyal quracağıq. Bu bir dənə nümunə idi. Bu birinci bir nümunə kimi yazdıq ayda. İndi biz cismi 2F-ə qoyacağıq. Sonra F ilə 2F arasına qoyacağıq. Sonra gətirib linza ilə F arasına qoyacağıq. Hər dəfə fərqli xəyal alınır. Sənin sualında isə əgər cismi biz 2F ilə 3F arasına qoysaq, həmişə xəyal F ilə 2F arasında alınacaq. Həmişə, istisnasız. Tamam. Aha. İndi biz bunu bildikcə digər xəyallarda quracağıq söz yox, o öz yerində. Biz bunu bildiksə biz dərhal toplayıcı linza düsturunu danışaq. Toplayıcı linzanın düsturunu danışaq, isti-isti, sonra yadımızdan çıxar. Toplayıcı linza düsturundan danışaq, sonra gedək digər 6 xəyalı quraq. Deməli, buranı biz silək və başlayaq. Buradan yazaq ki, toplayıcı linza düsturu. Xəyal həqiqi olanda toplayıcı linza düsturu. Toplayıcı linza düsturu belədir, dəyərli şagirdlər. 1 böl F bərabərdir. 1 böl D. Üstə gəlinsin 1 böl F. Buraya yazıram ki, xəyal həqiqi olduqda. Bax, bu düstura deyirlər, dəyərli şagirdlər. Bu düstura deyirlər toplayıcı linza düsturu. Buna deyirlər toplayıcı linza düsturu. Toplayıcı linza düsturundan bəzi yenə düsturlar çıxarda bilərik. Burada 1 bölü F optik qüvvə adlanır. Toplayıcı linzanın optik qüvvəsi. Onu da yazaq. Yazaq ki, optik qüvvə. Optik qüvvə linzanın fokus məsafəsinin tərs qiymətinə deyirlər və D hərfi ilə işarə olunur. D bərabərdir 1 bölünsün F. D bərabərdir 1 bölü F. Bu optik qüvvədir. Optik qüvvənin vahidi 1 metrdir. 1 böl metrdir. O da metr üstü mənfi 1 eləyir. O da dioptriya eləyir. DPTR. Bax belə. Bunlar oldu optik qüvvə. Və optik qüvvə düsturda görürsünüz ki, linzanın optik qüvvəsi fokus məsafəsindən tərs asılıdır. Bu arada optik qüvvə də nə ilə ölçülür? Xəttkeşlə ölçülür. Amma həm linzanın optik qüvvəsi, həm də baş fokus nöqtə məsafəsi xəyal məsafəsindən və cisim məsafəsindən aslı deyil. Bax, bunu unutmayın, xahiş edirəm ki, bunları unutmayaq. Həm D, həm də F ikisi də aslı deyil. Nədən aslıdır? Aslıdır linzanın sındırma əmsalından, linzanın mühitin sındırma əmsalından, linzalar sisteminin əyrilik radiusundan. Əyrilik radiusundan. Bu üç kəmiyyətdən asılılığını bilsəz bəs eləyəcək. Aha, biz burada düsturda 1 bölü F-in yerinə D yaza bilərik. Onda D bərabər olacaq. 1 bölünsün D plus 1 bölünsün F. Ortaq məxrəcə də gətirə bilərik. D F-də F plus D. Onda mən linza F fokus məsafəsi üçün onda yaza bilərəm ki, F bərabərdir. FD-də F plus D şəklində yaza bilərəm. Bax, bunlar düsturlardır. Bir də var linzanın xətti böyütməsi. Linzanın xətti böyütməsi. Linzanın xətti böyütməsi G hərfi ilə işarə olunur şagirdlər. Xəyal məsafəsinin cisim məsafəsinə olan nisbətidir. Bax, bura oldu xəyal məsafəsi. Bu D də oldu cisim məsafəsi. Cisim məsafəsi. Bir daha xatırladım ki, xəyaldan linzaya qədər olan məsafə xəyal məsafəsi adlanır. Cisimdən linzaya qədər olan məsafə isə cisim məsafəsi adlanır. Bu arada D plus F-ə isə deyirlər cisimdən xəyala qədər olan məsafə.
Hə, indi xətti böyütmənin biz belə də yaza bilərik düsturunu. Q ilə işarə eləyək. Xəyalın xətti ölçüsünün cismin ölçüsünə olan nisbəti. Xəyalın xətti ölçüsü, xəyalın xətti ölçüsü deyənmək onun uzunluğu deməkdir, hündürlüyü deməkdir. Xəyalın xətti ölçüsü və burada cismin xətti ölçüsü. Hə, bu arada bir şey də deyim sizə. G-nin vahidi yoxdur. Adsız kəmiyyətdir. Bu dərsdəki kəmiyyətlər bu qədər. Bundan sonra kəmiyyət yoxdur bu dərsdə. Biz qaydaq linzalarda xəyalın qurulmasına. Bax, bura qaydaq geri. Burada gözəl şeylər var. Burada dedik ki, cismi 2F-də qoyduqda onun xəyalı F ilə 2F arasında qaldı və bunu göstərdik. İndi bunu animasiya ilə göstərmək istəyirəm. Colorado Universitetinin saytıdır. Ee, Ekranda görürsünüz mü şagirdlər? Yoxsa görmürsünüz? Bir dənə onu mənə deyin. Ekranda saytı görürsünüz, linza şəkli görürsünüz ekranda yoxsa? Hayır müəllim. Aha, Xeyr, müəllim. indi görürsünüzmü? Yenə Bəli gör. müəllim, indi Aha, görünür. əla. İndi baxın. İndi bu cismi harda qoymuşuq? Baxın, 2F-dən arxada, 2F təxminə bura gəlir və biz 2F-dən arxada qoymuşuq bu cismi. Görürsünüzmü? Xəyal harda alınıb? Xəyal alınıb şagirdlər F ilə 2F arasına. Tutaq ki, burada F-dir. F ilə 2F arasına alınıb. Hətta xəttkeşlə də burada ölçə bilərik. Baxın. Burada baxın. 60-a qoysa 2F buralara düşür. Burada da 2F ilə F arasında yerləşir bu. Biz cismi nə qədər uzaqlaşdırsaq, onun xəyalı F-ə doğru gələcəkdir. Bəs biz cismi linzaya tərəf yaxınlaşdırdıqda isə onun xəyalı da linzadan uzaqlaşacaq. Və yenə gördüyünüz kimi bax paralel gəlib F-dən keçib, F-dən gəlib optik mərkəzdən keçən Şuşada düz xəttdən gedibdir. Bax bu şəkildə biz bunu göstərmiş olduq. İndi biz yavaş-yavaş linzada digər xəyalları qurmağa biz davam eləyək. Digər xəyalı harda qururduq? Burada. Dedik ki, linzada xəyal qurmanın 6 şərti var. Artıq birincini qurduq. Bunu dala qaytaraq. İndi yenə biz təkrarən toplayıcı linza çəkək və biz digər xəyalları qurmağa davam edək. Yenə də bax bu toplayıcı linzadır. Bu toplayıcı linza olsun və bu da baş optik oxdur. Bu da baş optik oxdur. Yenə 2 damadan bir F-ləri qeyd edək. 2 damadan bir F-ləri qeyd edək. Bura F, bura 2F. Niyə belə oldu ay Allah? Bayaqki şəkil qalır ekranda, yoxsa getdi o şəkil? Qalmayıb, müəllim. Qalmayıb, eləmi? İndi ekranda dama-dama dəftər görürsünüz. Bəli. Aha. Bunu təzədən çəkməli olacağam. Buralardan yenə F-ləri qeyd edək. F, bu da 2F. Burada 3F. Burada 3F olsun. Hə. Bu dəfə cismi qoyaq düz 2F-də. Cismi görə 2F-də qoyduqda onun xəyalı harda alınacaq və onu müşahidə edək. Və deyək ki, cismin hündürlüyü 3 dama olsun.
İndi qaydamız nətər idi? Bir dənə xatırlatma edək. Qaydamız necə idi deyə. Bir, paralel şua göndərirdik, elə deyilmi? Bax, linza üzərinə paralel işıq şüası göndərirdik. O sındıqdan sonra hardan keçməli idi şagirdlər? Bir dənə mənə deyə bilərsinizmi? Sındıqdan sonra F nöqtəsindən keçməlidir. Bəli. Aha. İkinci qayda nətər idi? Optik mərkəzdən işıq şüası göndərməli idik. Siz bir dənə fikir verin, gözəlliyə baxın bir. Gözəllik nədən ibarətdir? Gözəllik ondan ibarətdir ki, baxın, bu 2F cisminin xəyalı elə harda alındı? Baxın, elə 2F-də alındı. Fikir verirsinizmi? 2F-də alındı. Bax, bu burada alındı. Deməli, burada biz yazacağıq. Bunun üçün yazaq ki, cisim. Bunun üçün də yazaq ki, nə? Xəyal. Göründüyü kimi əziz insanlar, cismi biz 2F-də qoyduqda, onun xəyalı da 2F-də alındı. Deməli, buradan bir nəticəyə gəlmək olar ki, cismi 2F-də qoyduqda, xətti böyütmə G, axı G-nin düsturu nətər idi? G-nin düsturu F bölünsün D idi, düzdürmü? G də F də D-yə bərabər olduğuna görə 2F bölü 2F bərabərdir 1. Deməli, siz bundan sonra imtahanlarda vaxt qazanmaq üçün, deməli, cismi biz 2F-də deyilsə ki, cisim 2F məsafəsində qoyulub, onda xəyal özü boyda alınır. Baxın, özü boyda, tərsinə çevrilmiş və həqiqi xəyal alınır. Baxın, özü boyda, tərsinə çevrilmiş və həqiqi xəyal alınır. Bax, bu belə. Burada vəziyyət bu şəkildə alındı. İndi biz cismi yavaş-yavaş linzaya tərəf yaxınlaşdırırıq. İndi biz cismi 2F-ə yaxınlaşdıracaq şagirdlər. Cismi F ilə 2F arasına qoyacağıq. F ilə 2F arasında qoyacağıq. Onda görək xəyal harda alınacaq. Ekranı yəqin ki, görürsünüz şagirdlər. Biz cismimizi bu dəfə qoyacağıq F ilə 2F arasında. Yəni 1,5 F-də. Mənə indi kömək eləyin, deyin ki, müəllim, nə eləyək? Nətər quracaq xəyalı şagirdlər, deyin. Siz deyirsəz, çox sevinərəm. Linzaya paralel xətt çəkirik əvvəlcə. Və o F-dən keçəcək. Bəli, birinci F-ə paralel çəkirik. O linzadan sınıb hökmən F-dən keçməlidir. Mütləq şəkildə bu belə olmalıdır. İkinci isə optik mərkəzdən keçməlidir. Bəli, optik mərkəzdən. Bəh, gözəlliyə baxı. Düz cisim alındı 3F-də. Deməli, cisim alındı 3F-də. Deməli, biz cismi F ilə 2F arasında qoyanda onun xəyalı 2F-dən arxada alınır. Böyüdülmüş alınır, görürsünüz də şəkildən görürsünüz. Böyüdülmüş alınır, tərsinə çevrilmiş alınır. Bu proyeksiya aparatında bu cür xəyal alınır. Deməli, cismi F ilə 2F arasında qoyanda xəyal 2F-dən arxada alınır. Konkret 3F-də alınır. Bunu toplayıcı linza düsturuna qoyub tapa da bilərsiniz. Deməli, xəyal həqiqi. Bunları əzbərləmirik, çəkib tapırıq. Xəyal həqiqi, düzünə, tərsinə və böyüdülmüş alınır. Bununla bağlı sualınız varmı, dəyərli dostlar?